Salam, her vaxtınız xeyir olsun değerli izleyiciler. İstedim bu Benövşeyi çekmeye. Benövşe mənim həyətimdə çox idi. O tərəfdən bilmirəm niyəsə kökü köçdü, qutardı, azaldı, yəni çox idi. İndi gəlib burada keçən il gördüm, biraz təzə idilər. Bir dənə iki dənə açmışlar. İndi bir il çoxlaşıblar açmaqlarını. Birazdan bir de bunu tapmaq olmayacaq. İndi gördüm həyətə də iyisi yayılıb, həyətə belə gələn kimi bunun iyisi vurdu məni. Dedim vay bənövşələr açıbdı. Bax bu da bizim həyətimizin bənövşələridir. Güllərimdəki hələ keçəl-meçəl şeydilər, xarab olublar ona görə. Hasalar yaxşıdır, onları çəkim. Bir iki dənə bu təmiz xarab olub, yəqin ki düzələr. Bax bunlar belə, bu aloy yaxşı qalıb. Bu xrizantemadır, hələ təzə-təzə düzəlir. Bunun dibində bu it burnunun ağacıdır. Bu da ki o ağac güldür. Bu zambaq idi. Hələ bunlar təzə-təzə düzəlirlər. Bu da qızıl güldür. Bunlar. Bu da aqa vardı. Bu da tikan sortudur. Bilmirəm mən belə gətirə biləcəmmi? Hələ elə belə o tərəfdəkilər lap keçəldir. Ona görə hələ çəkmək istəmirəm. Düzəlsin. Bir dəfə də belə çəkərik. Allah hər kəsə yaxşı, gözəl günlər qismət eləsin. Bayramlarınız da mübarək olsun. Hər bir ev eşiyə bol ruzu, bərəkət, xoş günlər, gözəl günlər arzuluyorum. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.